Azərbaycanın təhlükəsizlik orqanları ciddi və təhlükəli bir terror planını ifşa edib. Məlum olub ki, İranın xüsusi xidmət orqanı olan Sepah tərəfindən ölkəmizə qarşı hazırlanmış çox şaxəli əməliyyat planı mövcud imiş. Bu plan çərçivəsində bir sıra strateji və diplomatik hədəflər diqqət mərkəzində olub. Məlumatlara görə, Sepah Bakı-Ceyhan neft kəmərini, İsrailin Azərbaycandakı səfirliyini, Dağ Yahudiləri dini icmasının rəhbərlərindən birini və Bakıdakı Aşkenazi sinaqoqunu hədəf alıb. Bu məqsədlə ölkə ərazisində 3 ədəd yüksək təhlükəli partlayıcı qurğu keçirilib və həmin hədəflərlə bağlı ətraflı məlumat toplanıb. Əldə olunan bilgilərə əsasən, İranın 2 vətəndaşı, Behnam Rüstəmzadə və Yasir Zandikyan, Azərbaycan vətəndaşı Tərxan Quliyevlə əlaqə yaradaraq bu əməliyyatları koordinasiya ediblər. Partlayıcı maddələrdən biri 7 kiloqram 730 qram ağırlığında C4 Şıxıv qəsəbəsi yaxınlığında gizlədilmişdi. Daha sonra eyni maddə ilə dolu 2 konteyner ölkəyə gətirilib. Planlaşdırılmış qurğulardan biri isə Səngəçal qəsəbəsindəki körpünün altında yerləşdirilməli idi. Terror qrupuna cəlb edilən üzvlərdən biri Nərminə Şabanova sui-qəsd ediləcək ictimai xadim haqqında məlumat toplamaq tapşırığı alıb. Digər üzvü isə Naibi Sahib bu çirkin əməli 80.000 manatlıq müqavilə ilə həyata keçirəcəkmiş. Bütün bu əməliyyatları idarə edən şəxs isə Sepahın Kəşfiyyat Təşkilatının zabiti Polkovnik Ələskər Bordbar Şerami olub. Məlumata görə, onun rəhbərliyi altında bu çox şaxəli terror planı koordinasiya olunub və həyata keçirilməyə çalışılıb. Azərbaycanın təhlükəsizlik orqanları isə vaxtında əməliyyatları aşkarlayaraq bu planın icrasının qarşısını alıb və iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması üçün tədbirlər görüb. Dövlət rəsmiləri bir daha bildirib ki, ölkənin təhlükəsizliyi və sabitliyi qarşısında hər hansı təxribat cəhdləri qətiyyətlə qarşısı alınacaq.